Azərbaycanda ilk dəfə olaraq bu ilin sonuna qədər Azərbaycan birinci vaksininin istehsalına başlayacaq. Mən cazözlə həmin vaksin nümunələrinin qablaşdırılmasını sizə göstərim. Bunlar quduzluq əleyhinə tətbiq olunacaq vaksinlərdir. Bunlar Azərbaycan istehsalıdır. Bizim Quba rayonunda Qida Təhlükəsizliyi İnstitutunun istehsal müəssisəsini qurmuşuq. Gələn ildən etibarən artıq Azərbaycan özü quduzluq əleyhinə vəhşi heyvanların arasında, ondan sonra isə ət yeyən heyvanların hamısının arasında biz aldadıcı yemlərlə vaksinasiyanın öz məhsullarımızdan aparacağıq və bu məhsullar dünyanın bütün beynəlxalq standartlarına cavab verdiyinə görə digər ölkələrə də ixracı nəzərdə tutulur. Bu da heyvanlar arasında quduzluq xəstəliyinin önünün alınmasına çox böyük bir töhfə verəcək.